Səmurə İbn Cündəb rəvayət edir ki, Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, bizə demişdir: bu gecə 2 nəfər yanıma gəlib, məni binaları qızıl və gümüş kərpicdən tikilmiş şəhərə apardılar. Orada bizi bədənlərinin yarısı gördüyün ən gözəl şəkildə, o biri yarısı isə gördüyün ən eybəcər şəkildə olan insanlar qarşıladı. O 2 nəfər onlara, gedin o çaya girin, dedilər. Onlar gedib çaya girdilər. Sonra bizim yanımıza qayıtdılar. Beləliklə, bu insanların eybəcərliyi yox oldu və onlar ən gözəl surət aldılar. O 2 nəfər mənə dedi: bu Ədn cənnətidir. Burada sənin əbədi qalacağın yerdir. O ki qaldı yarı gözəl, yarı eybəcər adamlara, onlar yaxşı işləri pis əməllərlə qarşıdıranlar idi. Lakin Allah onları bağışladı. Əl-Buxari 4674-cü hədis.